91-ci sual. Alma ilə dolu səbətin kütləsi 31,2 kiloqram. Deməli, alma ilə dolu səbət, deyək ki, belə bir səbətimiz var. İçərisində almalar var. Dolu səbətin ümumilikdə kütləsi 31,2-dir. 31,2 kiloqramdır. Boş səbətin kütləsi, bax bu boş səbətin kütləsi 1200 qramdır. 1200 qram da kiloqrama çevirsək 1,2 kiloqrama bərabərdir. Boş səbətin kütləsinin almanın kütləsinə nisbətinə, faiz nisbətini tapın. Faiz nisbəti tapmaq üçün 100%-ə vuracaq. Boş səbət 1,2 kiloqram. Alma 31,2-dən 1,2-ni çıxırıq. 31,2-dən 1,2 çıxdıqda verir bizə 30 kiloqram. Məxrəcə yazırıq, vururuq. Faiz nisbətini tapmaq üçün 100%-ə. Sarıqlarsaq 12, 3, 4%-ni təşkil edir. Düzgün cavabımız B variantı. 92-ci sual. 200 ədədi 1, 3, 6 nisbətində 3 hissəyə ayrılmışdır. Alınmış ədədlərdən ən böyük ilə ən kiçiyin fərqini tapın. K plus 3K plus 6K bərabərdir 200. 10K bərabərdir 200. K bərabərdir 20. 20-ni 1-ə vururam. 20. 20-ni 3-ə vururam. 60. 20-ni 6-ya vururam. Verir bizə 120. Bizə deyir ki, alınmış ədədlərdən ən böyüyü ilə ən kiçiyin fərqini tapın. Ən böyüyü ilə ən kiçiyinin fərqi 120 minus 20 bərabərdir 100. Düzgün cavabımız C variantı. 93-cü sual. Çəndəki suyun 40%-i buxarlanıbdır. Deməli, 40%-i buxarlanıb. Qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır ki, çəndə əvvəlki qədər su alınsın. Rahat hesablamaq üçün, əvvəlki vəziyyətə qaytarmaq üçün düsturumuz var. 100 vur P, 100 plus minus P. Əvvəlki vəziyyətə qaytarmaq üçün istifadə olunan düsturda. Burada 40% buxarlandığına görə 100 minus 40, 100 vurulsun 40. Bərabərdir 60, 100 vurulsun 40. İxtisar aparsaq 3-də 200, o da bərabərdir 66 tam 3-də 2%. Bu hesablamanın bir qaydası. Digər qaydaya da baxaq. Düzgün cavabımız burada C variantıdır. 94-cü sual. 150 ədədi 2, 5, 8 nisbətində 3 hissəyə ayrılmışdır. Ən böyük hissənin 3 mislini tapın. 2K plus 5K plus 8K bərabərdir 150. 15K bərabərdir 150. K bərabərdir 10. Demək, kiçik hissə 20, ortancıl hissə 50, böyük hissə isə 80. Deyir ki, böyük hissənin 3 mislini tapın. 80 vur 3 bərabərdir 240. Düzgün cavabımız A variantı. 95-ci sual. 140 ədədi 2, 5, 7 nisbətində 3 hissəyə ayrılmışdır. Ən kiçik hissənin 4 mislini tapın. 2K, 5K plus 7K bərabərdir 140. 14K bərabərdir 140. K bərabərdir 10. 10'u 2'ye vursak 20, 10'a 5'e vurduq 50, 10'u 7'ye vurduq 70. Bizdən deyir, ən kiçik hissənin 4 mislini tapın. 20 vur 4 bərabərdir 80. Düzgün cavabımız B variantı. 96-cı sual. X-də 3,6 bərabərdir 5'də 1, bir də 9'da 4. Tənasübünün məchul həddini tapın. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. 5'də 1 x bərabərdir 9'da 4 vurulsun 3,6. 3,6'ını da 10'da 36 kimi yazsaq, x bərabərdir 9'da 4 vurulsun
10'da 36 bölürük 5'də 1'ə, vururuq 1'də 5'ə, tərsinə. Deməli, ixtisarımızı apardıq 4, ondan 5 ixtisar 7, 2, o da bərabərdir 8'ə. X bərabərdir 8'ə. Düzgün cavabımız A variantı. 97-ci sual. Qiymətləri aşağı düşməsinə qədər soyuducunun qiyməti $250 idi. Qiymətlər düşəndən sonra soyuducunun qiyməti 230 manat oldu. Deməli, ilkin qiymət 250 manat, sonraki qiymət $230 oldu. Soyuducunun qiyməti neçə faiz aşağı düşmüşdür? Kəmiyyətin dəyişməsini faizlə ifadə etmək üçün ilkin qiyməti məxrəcə yazırıq, alınmış ədədlərin fərqini surətə yazırıq və faiz nisbətini tapmaq üçün 100%-ə vururuq. Bərabərdir. İlk fərq, aralarındakı fərq 20, 250-dən 230 çıxdıq 20. İlkin qiymət 250, faiz nisbətini tapmaq üçün 100%-ə vururuq. Sıfırları ixtisar aparsaq 25, 104 verir bizə 8%. 8% aşağı düşmüşdür. Düzgün cavabımız 98-ci sual. 80%li spirt almaq üçün 30 litr 90%li spirt məhluluna nə qədər su əlavə etmək lazımdır? Bu məsələnin həlli üçün qablar düsturun üsulundan istifadə edəcəyik. Deməli, 30 litr 90% spirt məhluluna nə qədər su əlavə etmək lazımdır? Suyu bilmirik. Suyun faizi 0'dır. X əlavə etmək lazımdır ki, 80%li spirt alınsın. Deməli, bunu bir böyük qaba boşaldırıq. Bizə lazımdır ki, 80%li olsun. Demək, 30'un 90%-ni hesablayaq. 30 vur 90 bölü 100 verir bizə 27. Deməli, burada 27 qram spirt var. X'in 0%'ni tapaq. X'i vurduq 0'a böldük 100'ə verəcəkdir bizə 0. Burada 0 qram, suda 0 qram spirt var. Bunları qarışdırsaq, məhlulları toplayırıq. Spirtləri də toplayırıq. 27'nin üstə 0 gələndə verir bizə 27. Və bax, bu qabın ifadəsini yazırıq. Deməli, məxrəcə məhlul 30 plus X surətə spirt bərabərdir %80'ə. Spirt faizi verib bizə %80. Spirtin məhlula nisbəti, bax buradan yazsaq, spirtin məhlula nisbəti bərabərdir 80%, o da %80. %80 də ixtisar aparsaq, qalır orada 5'də 4. İxtisarımıza bu 5'də 4. Çarpaz vursaq verir bizə 120 plus 4x bərabərdir 135. 4x bərabərdir 135'dən 120 çıxdıq 15. X bərabərdir 3,75. 3,75 litr su əlavə etmək lazımdır. Düzgün cavabımız E variantı. 99-cu sual. Kvadratın perimetrini 10% artırdıqda sahəsi neçə faiz artar? Deməli, kvadratın perimetri P bərabərdir 4A'ya. 10% artıraq. Kvadratın perimetri 10% artırsa, onda tərəfi də 10% artır. Demək, kvadratdır. Tərəfimiz əvvəl A idi də. Perimetr 4A'dır, sahə də verir bizə A kvadratı. Kvadratın perimetrini 10% artırırıq. Perimetri 10% artıranda 4A'nı 10% artıranda 4'ün 10%-i 0,4 vurulsun. 10 bölünsün 100, o da bərabərdir 0,4. 4'ü də 0,4 qədər artıranda verir bizə P2, verir bizə 1,4A. 4,4A. Deməli, tərəfi də tapmaq üçün kvadratın tərəfini 4,4'ü 4'ə böləndə verir bizə 1,1A. Deməli, kvadratın tərəfi olacaqdır 1,1A. Sahəsi neçə faiz artar? Sahəsini tapsaq, ikinci aldığımız kvadratın S2'ni tapsaq, bu S1 idi, P1 idi. S2'ni tapsaq, verir bizə 1,1A'nın kvadratı.
O da bərabərdir 1 tam %21 a kvadratı. Deməli, əvvəl bu hissədən yazıram. Əvvəl qiyməti a kvadratı idi, sonra oldu 1 tam %21 a. Fərqi yazsaq 0 tam %21 a. İlkin qiymətlə məxrəcə yazsaq, ilkin qiymət a kvadratıdır. Faiz nisbətini tapsaq, vururuq 100-ə. O da bərabərdir. A kvadratları getdi. 0 tam %21-də 100-ə vuranda verir bizə 21%. Kvadratın perimetri 10% artırdıqda sahəsi 21% artar. Düzgün cavabımız B variantı. Bunu daha rahat, asan işləmək üçün perimetr 10% artırsa, tərəf də perimetr 10% artırsa, tərəf də 10% artacaqdır. Perimetr 4A'dırsa, tərəf də 10% artanda verir bizə 1,1A, onu da bu P1'dir, P2'dir, bərabərdir. Olacaq 4,4A. Birincinin sahəsi S1 bərabərdir A kvadratı, S2 bərabərdir. Tərəfimiz 1,1A'dırsa, sahəsi verir bizə 1 tam %21 A'nın kvadratı. Baxırıq, əvvəl 1'dir, sonra 1 tam %21'dir. Bax, bunun sağ hissəsini götürürük, yazırıq 21%. Qısa və tez hesablamaq üçün bu üsulu da tətbiq edə bilərsiniz. 100-cü sual. Bir il müddətində kəndin əhalisi 3% artaraq 824 nəfər olmuşdur. İlin əvvəlində kəndin əhalisi neçə nəfər idi? Kəndin əhalisi 100% idi, 3% artdı, oldu 103%. 103% 824 olan ədədi tapacaq. 103% 824 isə 100% neçədir? Deməli, x bərabərdir 103'ü. Məxrəcə, faizinə görə də tapmaq üçün məxrəcə yazırıq. 824'də vururuq 100'ə. Bərabərdir. Demək, 8 dəfə 8'i də 100'ə vuranda 800. Deməli, əvvəlcə kəndin əhalisi 800 nəfər imiş. Düzgün cavabımız Y variantı. 101-ci sual. Məhsuldarlıq 25 sentnerdən artırılıb 35 sentner oldu. Kəmiyyətin dəyişməsinin faizlə ifadəsi, fərqi yazırıq. 35'dən çıxırıq 25'i. Verir bizə 10. İlkin qiymət 25 idi. Vururuq faiz nisbətini tapmaq üçün 100'ə. İxtisarlarımızı aparsaq, qalır burada 40. Demək ki, 40%, məhsuldarlıq 40% artmışdır. Düzgün cavabımız C variantı. 102-ci sual. Turistlər yolun 40%-ni düzənlikdə, deməli, düzənlikdə 40%. Dağlıq 26%. Qalan 102 kilometr isə, qalan 102 kilometr isə çay boyunca getdilər. Turistlər dağlıq yerdə neçə kilometr getdilər? Biz indi qalanın faizini tapmalıyıq. 100%-dən çıxırıq 40% plus 26% bərabərdir. 100% çıxılsın 66%. Bu da verir bizə 34%. Deməli, qalan 34% imiş. 34%-i 102-dirsə, 100%-i neçəymiş? Buradan da düz mütənasib asıllıqdır. X bərabərdir. Faizinə görə də tapmaq üçün ədədi faiz göstərən ədədə bölüb 100'ə vurmaq lazımdır. İxtisarımızı aparsaq, verir bizə 3 dəfə 300. Turistlər dağlıq yerdə neçə kilometr gedib? Deməli, ümumi məsafə, biz tapdıq, ümumi qət olunan məsafə 300'dür. Dağlıq ərazidə qət olunan məsafə 26%'dir. 300'ün 26%'ni hesablayacağıq. Bərabərdir. İxtisarlarımızı aparsaq, 3'ü də 26'ya vursaq, verir bizə 78. 78 kilometr yol getdilər. Düzgün cavabımız D variantı. 103-cü sual. 0,3x x plus y bərabərdir 0,9 bölünsün 4,5. X bərabərdir 2,4 bölünsün 13,9 çıxılsın 1,4. X'i tapmağa çalışaq. 4'də 13 vurulsun 9'da
9 məxrəcə gələcəkdir. 4'te 9 bərabərdir. 4'te 9 vurulsun 9'dan 3 çıxılsın 1 tam 4'te 1. İxtisarlarımızı aparsaq 9'dan 9 13'ü 4'e böləndə verir bizə 3 tam 4'te 1 çıxılsın 1 tam 4'te 1. O da verir bizə 2. Birinci ifadədə x'in yerini 2 yazacağım. Deməli 0,3 vurulsun 2. 2 plus y bərabərdir. Bunları da ixtisar aparsam qalır burada 5'te 1. 2 plus y çarpaz vursaq 0,3'ü 2'ye vuranda 0,6, 0,6'ını da 5'e vuranda 3, y bərabərdir 1'ə. Düzgün cavabımız A variantı. 104. sual 0,1x x plus y bərabərdir 0,3, 1,5 x bərabərdir 2 tam 3'te 2 bölünsün 1 tam 3'te 2 plus 2 tam 5'te 2 bərabərdir. 3'te 8 bölünsün 3'te 5 plus 2 tam 5'te 2 bərabərdir. 3'te 8 vurulsun 5'te 3 plus 2 tam 5'te 2 bərabərdir. 3'lər ixtisar getdi. Verir bizə 1 tam 5'te 3 plus 2 tam 5'te 2 bərabərdir 4 tamam. Deməli, birinci ifadədə, bax bu ifadədə mən x'in yerinə 4 yazacağım. 4 yazacağım. Silək. Demək, 0,1 vurulsun 4. 4 plus y bərabərdir. İxtisar aparsaq da bunları verir bizə 5'te 1. Çarpaz vursaq 4 plus y bərabərdir 2'yə. Y bərabərdir mənfi 2'yə. Düzgün cavabımız B variantı. 105. sual. Hər bir kvadrat metr sahəyə eyni qədər boya işlədilməklə sahəsi 12 kvadrat metr olan döşəməni rəhləmək üçün 5 kiloqram boya işlədilər. 5 kiloqram boya işlədilər. Sahəsi 18 kvadrat metr olan döşəməni rəhləmək üçün neçə kiloqram boya lazımdır? Deməli, kvadrat metrlə rəngin kütləsi düz mütənasib kəmiyyətdir. Çarpaz üsulundan istifadə edəcəyik. 12x bərabərdir 18 vur 5. X bərabərdir 18 vur 5 bölünsün 12. İxtisar aparsaq 6'ya 2, 3, 3 dəfə 5, 15, 2'ye böldük 7 tam 10'da 5. Deməli, neçə kiloqram boya? 7,5 kiloqram boya lazımdır. 106. sual. Düzbucaqlı 12 kongruent kvadrata bölünüb ştrixlənmiş hissənin sahəsi bütün sahənin neçə faizidir? Ümumi 12'dir. 6'sı ştrixlənib. Neçə faizidir deyəndə 100% də vuraq. Bərabərdir 50%-dir. Düzgün cavabımız 50%. 107. sual. Düzbucaqlı 12 kongruent kvadrata bölünüb ştrixlənmiş hissəsinin sahəsi bütün sahənin neçə faizidir? Ştrixlənmiş yenə 6 ştrixlənmiş kvadrat var. Faiz nisbətini tapmaq üçün 100'ə vururuq. Bu da verir bizə 50%. Düzgün cavabımız 50. 108. sual. Düzbucaqlı 12 kongruent kvadrata bölünüb neçəsi ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? Yenə 12'də 6%'e çevirmək üçün 100'ə vururuq. O da verir bizə 50%. Düzgün cavabımız 50%. 109. sual. 109. Düzbucaqlı 12 kongruent kvadrata bölünüb ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? 12'də 3 faiz nisbətini tapmaq üçün 100%'e vururuq. İxtisarımızı aparsaq 12 ilə 3, 4, 4 ilə də 100 ixtisar apardıq. Qaldı 25%. Düzgün cavabımız 25%. 110. sual. 3 gün ərzində 270 ədəd televizor satılıb. Diaqrama əsasən ikinci gün neçə ədəd televizor satılmışdır? Deməli, birinci gün 30%, ikinci günü bilmirik, üçüncü gün isə 40%. Ümumi toplam 100%'dir.
X-i tapsaq, X bərabərdir 100-dən 70-i çıxdıq, verdi bizə 30%. Deməli, bu ikinci günün faizidir. İkinci gün neçə də televizor satılmışdır? 270-in 30%-ni hesablayırıq. İxtisarlarımızı aparsaq, bu da verir bizə 81. 81 televizor satılmışdır. 111-ci sual. 3 gün ərzində 230 ədəd telefon satılıb. Diaqrama əsasən birinci gün neçə ədəd telefon satılmışdır? 40-100%-dən çıxsam 40%-lə 20%-in cəmini verir bizə 40%. Deməli, birinci gün 40% televizor satılmışdır. 230-un da 40%-ni tapmaq üçün 40-a vurub 100-ə bölürük. Bu da bərabərdir 92. 92 sayda telefon satılmışdır. 112. Ədədi 20% azaltdılar. Alınan ədəd neçə faiz artırmaq lazımdır ki, əvvəlki ədədə alınsın? Əvvəlki və yaxud da ki, ilkin qiymətə qayılsın deyəndə 100 vur P, 100 plus minus P qaydanı tətbiq edirik. İndi bizə deyir, ədədi 20% azaltdılar. 100 çıxılsın 20, 100 vurulsun 20. Bərabərdir 80, 100 vurulsun 20. İxtisarımızı aparsaq, o da verir bizə 25%. Deməli, 25% artırmaq lazımdır ki, əvvəlki qiymətinə qayıtsın. Bu bir üsul. İkinci üsulumuz ədədi 100% götürək, 100 götürək, 20% azaldanda olur 80. Bu 80-i neçə faiz artırmaq lazımdır ki, 100-ə qayıtsın? 100 ilə 80-in fərqini tapırıq. 100 çıxılsın 80. Verir bizə 20. Sonra baxırıq ki, bax bu 20 80-in neçə faizidir? Bərabərdir. İxtisarlarımızı aparsaq, verir bizə 25%. Hər iki qaydanı tətbiq edə bilərsiniz. 113-cü sual. Malın qiyməti 100% artırılmışdır. Alınan qiyməti neçə faiz azaltmaq lazımdır ki, malın əvvəlki qiyməti alınsın? Hər iki üsuldan istifadə edək. 100 deməli 60% artırılmışdır. 100 vur 60, 100 plus minus 60 artırılmışdır deyəndə plusdan gedirik. Plus 60 bərabərdir 100 vur 60 bölünsün 160. İxtisarlarımızı aparaq. 4'e ixtisar getdi 4. Burada qaldı 25. 2'ye ixtisar getdi 3. 2 verir bizə 75 bölü 2. O da verir bizə 37,5. 37,5% azaltmaq lazımdır. Düzgün cevabımız 37,5. Digər varianta keçək. 60% artırılmıştı. Değil mi? Əvvəl 100 manat idi. 60% artırdıq. 160 oldu. Aralarındakı fərq 160 çıx 100 bərabərdir 60. Bax bu 60 160'ın neçə faizidir? 160, bu da 60. Faiz nisbətini tapmaq üçün də 100'ə vururuq. Sıfırları 160 ilə 60 20'ye getdi, qaldı burada 3, qaldı burada 8. 8 ilə də 100 ixtisar aparsaq, 4'e ixtisar aparsaq 25 2, bu da eləyir 2 də 75, o da verir 37 tam 114. Fəhlələr yolu 130 kilometrini asfaltladıqdan sonra bütün yolun 35% asfaltlanmamış qaldı. Deməli yolumuzun 130 kilometri asfaltlanıb. Asfaltlanmayan 35%'dir. Neçə kilometr yol asfaltlanmamış qaldı? Deməli 35% qalıbsa 100'dən çıxırıq 35%'i verir bizə 65%. Deməli bura 65%'dir. 65%'i 130 kilometrdirsə 100%'i neçə kilometrdir? Asfaltlanmamış istəyirsə belə yaza bilərik. 35%'i x 100%'ni heç baxmayaq. 65%'i 130'dursa
asfaltlanmamış istəyir. 35% neçədir? Çarpaz vursaq 65x bərabərdir 35 vurulsun 130. X bərabərdir 35 vurulsun 130 bölünsün 65. İxtisarımızı aparsaq 2 70. Deməli, neçə kilometr yol asfaltlanmamış qaldı? Asfaltlanmamış 70 kilometr yol qalıbdır. 115-ci sual. Mağazadakı almanın 34 kiloqramı satıldıktan sonra əvvəlki miqdar 15% qədər alma qaldı. Deməli, 34 kiloqram satılıb, 15% qalıb. 15% qalırsa, 100%-dən çıxırıq 15% olur 85%. Deməli, 85% 34-dürsə, mağazada neçə kiloqram alma qalıb? 15% mağazada neçə kiloqram alma qalıb? Qalan 15% də 15% neçədir? Yenə çarpaz vursaq 85 x bərabərdir 34 vur 15. X bərabərdir 34 vur 15 bölünsün 85. İxtisar edirik 17-yə getdi qaldı burada 5, burada 2, 5-dən 15, 3. 2 dəfə üçündə 6. Deməli 6 kiloqram alma qalıbdır. Və yaxud da ki, belə edə bilərik. 85% 34 isə 100% neçədir? Bunu tapacaqdıq. Daha sonra isə aldığımız ədəddən 34 kiloqramı çıxa bilərdik. Amma bu üsul daha rahatdır. 116-cı sual. Düzbucaqlı şəklində yerin uzunluğu 15. Düzbucaqlı yerin uzunluğu 15. Eni isə uzunluğunun 60%-ni təşkil edir. 15 vur 60 bölü 100. İxtisarlarımızı aparsaq verir bizə 9. Deməli, eni də 9-dur. Həmin yerin sahəsini hesablayın. S bərabərdir 9 vur 15 bərabərdir 135. Düzgün cavabımız 135. 117-ci sual. Eyni məhsuldarlıqla işləyən 3 fəhlə müəyyən işi 9 saata yerinə yetirir. Həmin işi 9 fəhlə neçə saata yerinə yetirər? Fəhlə sayı saat. Deməli, fəhlə sayı artdıqca görülən işə sərf olunan zaman azalacaqdır. Onda belə çıxır ki, bu kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətləri hesablamaq üçün paralel qaydadan istifadə edəcəyik. 9 vur x bərabərdir 3 vur 9. X bərabərdir 3 vur 9 böl 9. İxtisarımızı aparsaq verir bizə 3 saata yerinə yetirər. 118-ci sual. Eyni məhsuldarlıqla işləyən 5 fəhlə müəyyən işi 18 günə yerinə yetirir. Həmin işi 15 fəhlə neçə günə yerinə yetirər? Fəhlə sayı artdıqca zaman işə sərf olunan zaman azalacaqdır. Bu da tərs mütənasib kəmiyyət asıllıqdır. Tərs mütənasib kəmiyyətləri həll etmək üçün paralel qaydadan istifadə edəcəyik. Deməli, x bərabərdir 5 vur 18 bölünsün 15. İxtisarlarımızı aparsaq 3-lə 18 ixtisar getdi, qaldı 6. Deməli, 5 fəhlə 18 günə yerinə yetirirsə, 15 fəhlə 6 günə yerinə yetirir. 119-cu sual. Müsbət A ədədi B-nin 40% olarsa, A B-nin 40%-dir. Yəni, %40 hissəsinə bərabərdir. A bölünsün B nisbətini tapın. Onun B-yə nisbəti. AB bərabərdir. İxtisarımızı aparsaq, verir bizə 5-də 2. A-nın B-yə nisbəti 2-nin 5-ə nisbətidir. Və yaxud da ki, 0,4-ə bərabərdir. Cavabımız 0,4. Və yaxud da ki, 2-nin 5-ə. 120-ci sual. Müsbət A ədədi B-nin 20%-ni təşkil edir. A, B-nin 20%-ni təşkil edir. Bərabərdir %20. AB nisbətini tapın. İxtisarımızı aparsaq, A-nın B-yə nisbəti. İxtisar aparsaq
Qalır 5-dən 1, yaxud da ki, belə yazırıq. A bölünsün B bərabərdir 1-in 5-ə nisbəti və yaxud da ki, 0,2. Cavabımız 0,2. 121-ci sual. Müəyyən yükü daşımaq üçün yük götürmə qabiliyyəti 6 ton olan 18 yük avtomobili lazımdır. Bu yükü daşımaq üçün tutumu 6,4 ton olan neçə avtomobil lazımdır? Bu tərs mütənasib asılılıqdır. Deməli, 6,4 x bərabərdir 6 vurulsun 18. X bərabərdir 6 vur 18 bölünsün 6,4 x bərabərdir 6 vur 18 bölünsün 4-də 27-yə. O da böləndə çeviririk onun tərsinə. 27-də 4 kimi yazırıq. 27-də 4 kimi yazırıq. Bərabərdir. 9-a ixtisar getdi 2, 3, 3-dən 6 ixtisar getdi 2, 4 dəfə 4-ün də 16. Deməli, düzgün cavabımız 16 avtomobil lazımdır. 122. Müəyyən yükü daşımaq üçün hərəsi 4 ton yük götürən 18 yük avtomobili lazımdır. Bu yükü daşımaq üçün hərəsi 2,5 ton yük götürən neçə avtomobil lazımdır? Bu münasibət tərs mütənasib asılılıqdır. 2,5 x bərabərdir 4 vur 18. X bərabərdir 4 vur 18 bölünsün 2,5 x bərabərdir 4 vur 18 vurulsun. Bu eləyir 5-də 12. Bu da onun tərsinə çevirəndə 12-də 5 bərabərdir 6 ixtisar getdi 3, 2, 2 ilə 4 ixtisar getdi 2, 2 dəfə 3-ün 6, 6 dəfə 5-in 30. Deməli, 30 sayda avtomobil lazımdır bu yükü daşımaq üçün. 123-cü sual. Bir il ərzində alma ağacının boyu 20% artır. 1,68 metr oldu. İlin əvvəlində alma ağacının boyu neçə metr idi? 20% artır. 20% artırsa 100%-in üstə gəldi. 20% verir bizə 120%. Deməli, 120%-i 1,68-dirsə, 100%-i neçədir? Çarpaz üsuldan istifadə edirik. 120 vur x bərabərdir 100 vur 168. X bərabərdir 168 vur 100 bölünsün 120 bərabərdir 168-i 1,168-i 100-ə vuranda 168 bölünsün 120. İxtisarımıza apararıq. 6-ya ixtisar getsə qalır burada 20. 6-ya ixtisar getsə qalır burada 28. Yenə 2-yə ixtisar getdi qaldı 14. Burada 10 verir bizə 1,4. Deməli, əvvəlcə boy 1,4 metr. 124-cü sual. Bir il ərzində şam ağacının boyu 25% artaraq 1,5 metr oldu. Deməli, 100% idi. 25% artıb. Olub 125%. 125%-i 1,5-dirsə 100%-i neçəymiş? Çarpaz vursaq 125 vur x bərabərdir 100 vurulsun 1,5. X bərabərdir 100 vurulsun 1,5 bölünsün 125. İxtisar 25-ə getdi qaldı burada 4, burada qaldı 5. 5 1,5 ixtisar getdi qaldı 0,3. 4-ü də 0,3-ə vurganda verir bizə 1,2. Deməli, onun əvvəlcə ağacın boyu 1,2 metrə. 125-ci sual. 9, 12, 15 olan 3 qardaş 108 manat pulu yaşlarına mütənasib olaraq böldülər. Deməli, 108 manatda pulumuz var. Kiçik qardaşa neçə manat pul düşdü? Deməli, birinci qardaş 9 hissə, ikinci qardaş 12 hissə, üçüncü qardaş isə 15 hissə pul götürübdür. Ümumi 108-ə bərabərdir. 36K bərabərdir 108, K bərabərdir 3-ə. 3-ü bir dəfə 9-a vururam, 27. 3-ü 12-yə vururam, 36. 3-ü 15-ə vururam, 45. Bizdən kiçik qardaşa neçə manat pul düşdü? Kiçik qardaşa
27 manat pul düşüb. 126-cı sual. Yaşları 8, 11, 14 olan 3 qardaş 66 manat pulu yaşlarına mütənasib olaraq böldülər. 8K, 11K, 14K bərabərdir 66. Böyük qardaşa neçə manat düşdü? Cəmləsək bunu verir bizə 33K bərabərdir 66, K bərabərdir 2-yə. 2-ni 8-ə vurduq. 16, 2'ni 11'e vurduk. 22, 2'ni 14'e vurduk. 28. Böyük qardaşa neçə manat düşdü? Böyük qardaşa 28 manat pul düşübdü. 127-ci sual. Ədəd 50 dəfə azalanda neçə faiz azalar? Deməli, ədədi 100 götürək. 50 dəfə azalar. Bölürük 50'yə. Verdi bizə 2. Deməli, 100 idi. Sonra oldu 2. Neçə faiz azaldı? 100'dən 2 çıxırıq. Verir bizə 98 faiz azalmıştır. 98 faiz azalar. 128-ci sual. Ədəd 80 faiz azalanda 100 idi. 80 faiz azaldanda, bax 100'ün 80 faizi eləyir 80. 100'ü 80 qədər azalanda olur 20. Deyir ki, ədəd neçə dəfə azalır? 100 idi, 20 oldu. 100'ü bölürəm 20'yə. Neçə dəfə azaldı? 5 dəfə azalıb. 129-cu sual. Nəzrin öz puluna 7 dəftər, 3 karandaş və ya 5 dəftər, 7 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Dəftər karandaşdan neçə dəfə çoxdur? Dəftərə x desək 7x, karandaşa y desək 3y. Deməli 7x plus 3y. Pulun sayı eynidir deyə dəftərə x demişik. 5x plus 7y. X'ləri bir yerə yığaq. 7x minus 5x bərabərdir 7y minus 3y. Buradan verir 2x bərabərdir 4y. İxtisarlarımızı aparsaq x bərabərdir 2y. Deməli, dəftər x idi, karandaş y idi. Bizə deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Dəftər karandaşdan neçə dəfə çoxdur? Dəftər, yəni bu x bərabərdir 2 karandaşa. 2 dəfə çoxdur. Düzgün cavabımız 2 dəfə çoxdur. 130-cu sual. Fəhli işin əvvəlcə 70%-ni, deməli, işimiz 100% idi. Ümumi 100% idi. 70%-ni görüb, 70%. Sonra qalan işin nə qədər iş qalıb? 100% idi. 70'e çıxdıq. Verdi bizə 30%. 30% işimiz qalıb. Bax burada 30%'imiz qalıb. Sonra deyək qalan işin 20%'ni gördü. Bax bu 30'un 20%'ni gördü. 30'un 20'yə vurub böldük 100'ə. Verir bizə 6. 30'dan da 6 çıxsaq verir bizə 24%. Qalır bizə. Bax burada 6%. Belə getdi. Qaldı burada 24%. Bizə nə deyir? İşin neçə faizi görülməmiş qaldı. Deməli, bax bunlar görünür. 70% bir görüldü. Sonra 6% bir görüldü. İşin 24% qalıbdır. 131-ci sual. Müsbət ədədin 0,8 hissəsi ilə onun 0,5 hissəsindən neçə faiz çoxdur? A ədədi götürək. A ədədin 0,8 hissəsi 0,8A. A ədədinin 0,5 hissəsi 0,5A. Deyir 0,8 hissəsi 0,5 hissəsindən neçə faiz çoxdur? Deməli, bu tipli məsələlərdə 0,8 0,5'dən deyir. Dəni olanı aşağı yazırıq. Fərqi surətə yazırıq və faiz nisbətini tapmaq üçün 100'ə vururuq. Bərabərdir. İndi deyir 0,8 0,5'dən
Onda 0,5 anı məxrəcə yazırıq. Bu ikisinin arasındakı fərqi surətə yazırıq. 0,3-a faiz nisbətini tapmaq üçün 100%-ə vururuq. Alarımız ixtisar getdi. 5-də 3, o da bərabərdir 60%. Deməli, 0,8, 0,5-dən 60% çoxdur. Və yaxud da ki, bunu başqa cürə də eləyə bilərsiniz. Bir ədəd götürək, 100 götürək. 100 götürək. Bu ədədin 0,8 hissəsi verir bizə 80. 0,5 hissəsi isə verir bizə 50. Deyir, 80 50-dən neçə faiz çoxdur? 50-ni məxrəcə yazırıq, fərqi surətə yazırıq, 100%-ə vururuq. Bu da verir bizə 60%. 132. Müsbət ədədin 5-də 3 hissəsi onun 5-də 2 hissəsindən neçə faiz çoxdur? Müsbət A ədədi götürək. 5-də 3 hissəsi verir bizə 0,6A, 5-də 2 hissəsi 0,4A. Neçə faiz çoxdur? 0,6, 0,4-dən dəni məxrəcə yazırıq, fərqi surətə yazırıq, vururuq 100-ə. Bərabərdir. İxtisarlarımızı aparsaq, qalır orada 50%. Düzgün cavabımız 50%. Və yaxud da ki, bütün ədədi 100 götürsək, 100-ün 5-də 3 hissəsi verir bizə 60, 100-ün 5-də 3 hissəsi, 5-də 2 hissəsi verir bizə 40. 60 40-dan neçə faiz çoxdur? 40-ı məxrəcə, 60-dan 40 çıxırıq, 20, vururuq 100-ə. O da bərabər edir 50%. 133-cü sual. Malın qiyməti əvvəlcə 30% artırdılar. Sonra yeni qiyməti 40% azaltdılar. Malın ilkin qiyməti neçə faiz azaldı? Bunu düsturdan da yaza bilərik. A plus B, A vur B bölünsün 100. İndi bizə deyir ki, 30% artırdılar. A-nın yerinə müsbət 30. Sonra yeni qiymət 40% azaltdılar. B-nin yerinə mənfi 40 yazıram. Plus müsbət 30 vurulsun mənfi 40 bölünsün 100. Bərabərdir. Hesablasaq, sıfırlarla 100 getdi. Qalır burada. Müsbət 30 çıxılsın 40, çıxılsın 12. Bərabərdir. 30, 40, mənfi 10, mənfi 22. Deməli, mənfi almışıqsa 22% azalar. Bu hesablamanın bir qaydası. İkinci qaydaya keçək. Malın qiymətini 100% götür, 100 götürək. 30% artırdılar, oldu 130. Sonra yeni qiyməti 40% azaltdılar. 130-un 40%-ni hesablayaq. Verir bizə 52. 130-dan da 52 çıxsaq, belə. 130 çıx 52 verir bizə 78. 78. 132 idi. 130'u əvvəl 100 idi, sonra 78 oldu. Aralarındakı fərq 22%. 22% azalmışdır. 134. Divar saatının kəfkiri 7 dəqiqə ərzində 357 dəfə rəqs etdiyinə görə yarım saat müddətinə yarım saat bərabərdir 30 dəqiqə. 30 dəqiqə müddətində neçə dəfə rəqs edər? Düzüm tənasib asıllıqdır. 7x bərabərdir 30 vur 357. X bərabərdir 30 vur 357 bölünsün 7. İxtisarımıza aparsa qaldı 51. 30'u da 51'ə vuranda 1530 dəfə rəqs edər. 1530 dəfə rəqs edər. 135-ci sual. Divar saatının kəfkiri 5 dəqiqə ərzində 270 dəfə rəqs edir. Yarım saat müddətinə yarım saatımız verir bizə 30 dəqiqə ərzində neçə dəfə rəqs edir? Çarpaz vursaq 5x bərabərdir 30 vur 270. X bərabərdir 30 vur 270 bölünsün 5. İxtisar aparsaq 6 dəfə x bərabərdir 1620 dəfə rəqqas rəqs edər.